Yerimiz məmnunsa. Bugünə bir dənə ləzzətli saz üstü hazırlayacağım. Saz üstü necə hazırlanmalıdır, onu da sizə göstərəcəm inşallah. Düzdür, mən orada kartoşka da əlavə edəcəm. Əslində, yəni kənd yolu saz üstü hazırlayanda kartoşka ona vurulmur. Sadəcə olaraq quzunun ciyəri, ürəyi, deməli quzunun quyruğu və iç piyi. Bunlar istifadə olunur. Birinci növbədə bu quyruq əlavə edirik bura. Onun yağında pişirəcəyik inşallah. Biraz duz vururuq. Ön yığırıq ki, yanmasın. O cigər ət sürüb, cigərin üstündə olur. Sonra məsələn istəyəndə zövqə görə də məsələn bu qıtlağıdır da xulqumu. Bunu da vurmaq olar. Bağırsağı təmizləyib bağırsağı da vurmaq olar. Yəni o cürünə də dadlı olur. Evet, tərtəmiz. Bir görürsən deyir qurtlu adam olanda, ət doğrayanda, bu qoyunun ürəyini doğrayanda, içi deyir laxtalı olanda deyir o qurtlu adamdır. Nəsə yaxşı çıxır. Yer üzmə. Gəldim çıxdım. Gəl görək. Biraz soğan əlavə edirik üstünə. Və soğan şöyle pişləyib, sonra götürəcək. Yerimiz məmnunsa. Yerimiz məmnunsa. Mənə də bu yemək pişirmək, əsasən bu blogerliyi hardan gəlir? Çox vaxt deyirlər ki, biz bu hardan öyrəndin? Sənin peşən başqa, yemək pişirmək. Allah ilə nəvzi rəhmət olsun, anamın atası Zahid kişi, o qəssəb idi. Haçanda mən də birinci nevəydim, oğul nevəydim. Haçanda gəlirdim, pet üstü, o vaxtlar pet üstü mən çəkmişəm kanalımda vardı, orada ləzzətli olur da, pet üstü, saz üstü. O vaxtdan bu yemək sevgisi, sevdası oyanıb məndə. Mən də xırda-xırda başladım blogerlik eləməyə belə. Orada? Hə. İşdim də, bir damcı ət yiyib. Gəl bir dənə ət verim sənə. Gəl. Dadı var. Yaxşıdır. Yerimiz məmnunsa. Belə maraqlı videolara baxmaq istəsəz, belə maraqlı videolara baxmaq istəsəz Ziya Baku YouTube kanalına abunə olun. Hər həftə yeni videolarımız gələcək inşallah. Görüşərik.